Salam. Bugünkü mövzumuz present continuous tense form, yəni indiki davam edici zamanla bağlı olacaq. Gəlin baxaq görək, indiki davam edici zaman necə düzəlir? Present continuous. Ümumiyyətlə, indiki davam edici zaman müəyyən zaman dilimində baş verən və ya davam edən hərəkətləri göstərmək üçün istifadə olunan bir quruluşdur. Cümlə quruluşu necə olur indiki davam edici zaman? İndiki davam edici zamanın cümlə quruluşu to be feilinin indiki zaman forması ilə, yəni am, is, are-la və əsas feil indiki zaman feili sifət, yəni feil sifət 1 forması ilə düzəlir. Gəlin baxaq düstur necədir. Düsturumuz təsdiq formada birinci veririk mübtədamızı, sonra verilir. To be-nin indiki zaman forması təbii ki, mübtədaya görə təyin olunur. Sonra feil, feil sonluğuna ing əlavə olunur. For example, məsələn, deyirəm ki, he is reading və yaxud da ki, we are reading, they are playing, and so on və s. Bəs yaxşı, gəlin baxaq görək, sual quruluşu necə olur? Sual quruluşunda am, is, are təbii ki, mübtədaya görə təyin olunur. Keçir mübtədadan önə. Sonra verilir. Feil, feil sonluğuna ing. For example, məsələn, deyirəm ki, mən oxuyuram və yaxud da ki, o oxuyur. Is he reading? Nə etdik? Düsturumuz necə başladı? Is, mübtədamız he, sonra read feilimizdir, ing isə şəkilçi olaraq əlavə etdik, yəni participle one forması. Gəlin baxaq görək, inkar forma necə düzəlir? İnkar formada isə birinci yenədən mübtəda verilir. Sonra verilir. Təbii ki, to be-nin mübtədaya görə forması, indiki zaman forması, sonra inkarlıq, sonra feil və ing. Yəni, bəzən buna ing şəkilçisi də deyirsiniz. ing. For example, məsələn, deyirəm ki, he is not reading. O oxumur. Baxın. Is notun qısaldılması, are notun qısaldılması, bir də am notun qısaldılması necə olur? Gəlin bunlarla da tanış olaq. Is notun qısaldılması olur isn't. Are notun qısaldılması olur aren't. Am notun qısaldılması isə yadınızda saxlayın. I am not kimi olmaz. Bu cür qısaldılma yoxdur. Am notun qısaldılması necə olur? I am-lə birləşərək not ayrı yazılır. I'm not. Ümid edirəm ki, bu hissə aydın oldu hər birinizdə. Sonra, indi deyə bilərsiniz ki, bəs yaxşı,
Biz cümlənin içərisində necə müəyyən edə bilək ki, bu indiki davam edici zamana aiddirmi yoxsa yox? Yadınızda saxlayın. Əgər ki cümlənin tərkibində, yəni şərtdə now, still, right now, at present, at the moment, today, varsa, demək ki, bizim cümləmiz indiki davam edici zamana aiddir. Niyə? Çünki bunlar bizim indiki davam edici zamanın zaman zərfləridir. Yəni zaman göstəriciləridir ki, biz bu zaman göstəricilərini əsasən müəyyən edə bilirik ki, cümləmiz indiki davam edici zamana aiddir. Now indi deməkdir. Still hələ də mənasını verir tərcümə olaraq. Hələ də. Right now indicə. At present hal-hazırda. At the moment bu da hal-hazırda mənasını verir. Today bugün. Və yadınızda saxlayın ki, bəzi əmr tipli cümlələrin işlənmə quruluşu var ki, bunlarda da davam edici zaman forması işlədilir. Bu əmr formalı ifadələr hansılardır ki, biz bunları cümlənin tərkibində görəndə bilirik ki, cümləmiz indiki davam edici zamana aiddir. Məsələn, look, bax. Listen, dinlə. Be quiet. Sakit ol. Be quick. Cəld ol. Bu tip ifadələr əmr cümlələrində işlənir və bunlardan sonra təbii ki, gəlir mübtəda, sonra to be'nin formaları, sonra gəlir feil, sonra ing. Yəni, biz daha çox nəyə üstünlük verməliyik? Daha çox nələri öyrənməliyik? Daha çox öyrənməliyik indiki davam edici zamana görə. Zaman zərflərini mütləq və mütləq əzbər bilməliyik və bilməliyik təsdiq formanın düsturunu, inkar formanın düsturunu və sual quruluşunu, yəni sual formasının düsturunu mütləq şəkildə əzbər bilməliyik ki, biz o ardıcıllığa görə quruluşu təyin edə bilək.